Artıq 14 əsrə yaxındır ki, İmam Hüseyn aşiqləri Məhərrəm və Səfər ayları boyu o həzrətə və ailəsinə rəva görmüş zülmləri, sistəmləri yad edərək əzadarlıq edir və bu ağır müsibətə göz yaşı axıdırlar. Onlar İslam Peyğəmbərinin buyurduğu bu kəlamın həqiqətini öz rəftarlarında çox gözəl nümayiş etdirirlər. Həqiqətən Hüseynin şəhid edilməsi ilə bağlı möminlərin qəlbində sönməyən bir hərarət vardır. Heç şübhə yoxdur ki, Allah Taala'nın qulları üzərindəki nemətlərlə biri də onlara mükafatlarını vermək və onları lütfündən çoxaltmaq üçün günlər və aylar boyu xeyir və bərəkət mövsümlərini bir-birinin ardınca dalbadal onlara bəxş etməsidir. Mübarək həcc mövsümü bitər-bitməz onu qiymətli ay olan Allahın Məhərrəm ayı izləyir. Məhərrəm ayı Hicri qəməri ilinin ayları arasında müqəddəs möhtərəm aylardan biridir. Bu ay müqəddəs İslam dinimizdə döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də Aşura, Məhərrəm ayının 10-cu günü İmam Hüseyn əleyhissalam və Əhl-i-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi ay kimi daxil olub. Mən sizin aranızda iki qiymətli əmanət qoyub gedirəm, Allahın kitabını və Əhl-i-Beytini. Nə qədər ki, onlara sarılacaqsınız, əsla yolunuzu azmazsınız. Bu hədis İslam Peyğəmbərindən müxtəlif firqələr tərəfindən bir-birinə yaxın məzmunda nəql edilmiş ən məşhur hədislərdəndir. Peyğəmbər bu hədisdə Qurani Kərim və Əhl-i-Beytini müsəlmanlara iki qiymətli əmanət kimi təqdim edib və onların doğru yoldan azmamaları üçün bu iki əmanətdən yapışmalarını buyurur. Lakin Hicrətin 61-ci ilində əziz İslam Peyğəmbərinin müsəlmanlara əmanət kimi qoyub getdiyi Əhl-i-Beytin biri müsəlmanlar tərəfindən faciəli şəkildə şəhid edildi. Məhərrəmlikdə Kərbala şəhidlərinin xatirəsinin yad edilməsi məqsədi ilə müxtəlif mərasimlərin keçirilməsinin məqsədlərindən biri Kərbala şəhidlərinin uğrunda şəhid olduqları amalların, yəni İslamın haqq və ədalətin bərqərar edilməsindən ibarət ideyalarının həmişə yaşadılması və cəmiyyətdə tarixə nəzər salaraq bu ruhun diri saxlanılmasıdır. Bismillahirrahmanirrahim. La uqsimu bihadzal baladi wa anta hillun bihadzal balad. Ey hüsni gözəl Hüseyn ağam, salam olsun sənə. Ey zülmə baş əyməyən İmam, salam olsun sənə. Məhərrəmlik məclislərinin keçirilməsinin əleyhinə danışanlar hər şeydən əvvəl bu mərasimləri onların matəm olması ilə əlaqələndirirlər və İslamda matəm anlayışının olmaması və bunun İslam tərəfindən qadağan olması fikrini irəli sürürlər. İlk öncə qeyd etmək lazımdır ki, məhərrəmlik mərasimləri ancaq matəm məqsədi ilə keçirilmir və ən azı sırf bu məqsədlə keçirilməməlidir. Çünki tarixə nəzər salanda görürük ki, Kərbəla hadisəsindən sonra İmam Səccad və İmam Hüseynin bacısı Zeynəb Kərbəlada baş vermiş faciənin canlı şahidləri olmalarına baxmayaraq keçirilən müxtəlif mərasimlərdə orada şəhid edilənlərə matəm tutub acımaqdan çox onların yol və məqsədlərini açıqlamaqla məşğul olub və insanlara hadisənin mahiyyətini bəyan ediblər. Bu bizim üçün çox gözəl bir örnəkdir. Allaha həmd səna edirik. Allaha şükürlər olsun ki, növbəti dəfə öz hüccətinin yer üzünə təyin etdiyi imamın, İmam Hüseyn əleyhissalamın həyat verici və həmişə yaşar Kərbala məktəbində faydalanmaq üçün bizə fürsət verdi və bu fürsətlə yaşayışımıza bərəkət və ömrümüzü zinətləndirdi. Və bu
möhtəşəm tədbirlər, İmam Hüseyn əleyhissalamın qiyamınla bağlı keçirilən əzadarlıqlar, İmamın adınla bağlı hər bir tədbirlər ki, nəsillərdən nəsillərə ötürülərək gəlib bu günümüzə çatıb, biz özümüzə borc bilirik ki, hər kəsin ki, bu işlərdə zəhmət olub, alimlər, ruhanilər, elm adamları dünyalarını dəyişiblər. Allahdan onların ruhunu İmam Hüseyn əleyhissalamın şəfaətinə nail görməsini istəyirik, dua edirik. Və bu tədbirləri gələcək nəsillərə üçün ötürməkdə zəhməti olan alimlərin və hər bir şəxsin ki, zəhməti var, Allahdan da onların işlərinə tövfiq diləyirik və onlara müvəffəqiyyətlər arzu edirik. Bu yığıncaqlar üçün keçirilir, bu sözün əsl mənasında Allah tərəfindən hər birimizə verilmiş bir fürsətdir. Əli əleyhissalam buyurur ki, fürsət bir buluda bənzər. Diqqət edərsən ki, tərpənmir, hərəkət eləmir, öz yerindədir, amma əslində çox sürətlə hərəkət etməklədir. Bu bizə verilmiş elə bir fürsətdir ki, biz bu fürsətlə daxilimizdə bir mənəvi dəyişikliklər edə bilərik. Həyatımızı müsbət istiqamətə yönəldə bilərik. Və bugün ki, bu dünyanın hər bir yerində İmam Hüseyn əleyhissalamın qiyamının mahiyyətinin təbliğ olunmasından bağlı əzadarlıqlar keçirilir, sinəzənlər keçirilir, mərsiyələr, nohələr, ehsanlar verilir. Bunlar sadəcə bir vasitədir, sadəcə bir səbəbdir. Bu sadə deməkliyim heç də bir xırda yanaşma kimi qəbul olunmasın. Bu tədbirlər Allah rizayəti ilə, Allah mərhəməti ilə dop dolu bir vasitələrdir. Amma hədəf deyil. Bunlar əzadarlıqlar, sinəzənlər insanı əsl hədəfə çatdırdıqda daha şirin, daha münasib, daha ruha geniş mənada təkan verər. Bəs əsl hədəf, əsl məqsəd nədən ibarətdir? Əsl hədəfi anlamaqdan ötürü biz İmam Hüseyn əleyhissalamın hərəkatına, İmam Hüseyn əleyhissalamın həmişə yaşar yaratdığı Kərbəla məktəbinə və bütövlükdə keçirilən əzadarlıqlara, sinəzənlərə, nohə və mərsiyələrə diqqətlə yanaşmalıyıq. Bunlar haqqında, bu gözəlliklər haqqında təvəkkül eləməliyik və diqqət eləməliyik ki, biz bu tədbirlərin əsl mahiyyətini dərk edək. Əsl mahiyyət də bu diqqət bizi əsl mahiyyətə çıxardıqda görərik ki, bunların hamısı fəqət Allah razılığını əldə eləməyə xidmət edir. İnsanın insan kimi formalaşıb Allaha doğru yetişməyinə xidmət edir. Biz Allah razılığı üçün bura toplaşmışıq və dünyanın hər yerində olursa olsun İmam Hüseyn adına ki, müsəlmanlar cəmləşiblər, toplaşıblar, tədbirlər keçirirlər. Burada məqsəd fəqət və fəqət Allahın razılığı olmalıdır. Elə bu məqsədlə biz də bu Gəncənin müqəddəs məkanına İmamzadəyə toplaşmışıq. Kərbəla hadisələrinin xatırlanması, mərasimlərin keçirilməsi, əslində İmam Hüseynin uğrunda mübarizə apardığı dəyərlərin xatırladılaraq yaşadılması və hadisənin bu cəhətinin insanlara çatdırılması məqsəd daşıyır. Tarix boyu məsum imamların bu hadisənin yaşadılmasına təkid etmələrinin səbəbi də əsasən bu cəhətdən olub. Hərçənd ki, orada baş verən hadisələrin xatırlanması ilahi fitrəti korlanmamış hər bir insanın qəlbini riqqətə gətirir. Nəql edirlər ki, İmam Səccad 40 il Kərbəla şəhidləri üçün ağlayır. Hətta o həzrətdən bu qədər ağlamasının səbəbini soruşurlar və o həzrət buyurur. Yaqub övladlarından yalnız birini itirmişdi və ona o qədər ağladı ki, gözləri tutuldu. Halbuki Yaqub onun ölməsini bilmirdi və onun oğlu sağ idi. Mənim gözümün qabağında isə atamın və ailə üzvlərimdən 17 nəfəri bir saatın içində öldürdülər. İndi elə bilirsiniz, onların qəm-kədəri mənim qəlbimdən gedər.
Ümumiyyətlə, İslamda matəmin olmaması fikri ortaya atılmış məşhur bir iddiadır. Çünki bu iddianı edən şəxslər matəmdən məqsədlərinin nə olmasını açıqlamaqdan, ümumi ifadələr işlətməklə cəmiyyətdə çaşqınlıqdan başqa bir şey yaratmırlar. Əgər matəmdən məqsəd qəm, kədər, hüzündürsə, bu İslam baxımından qadağan olmuş əməl deyil, xüsusilə o vaxt ki, həmin kədər mənalı və məqsədi yönlü olmuş olsun. Məsələn, İslam baxımından vəfat etmiş şəxs üçün ağlamaq bir mənalı şəkildə nə caiz, nə də qadağandır. Həmin əməlin caiz və ya qadağan olması ağlayan şəxsin niyyətindən asılıdır. Əgər ağlayan şəxs öz ağlaması ilə Allahın əmrinə etiraz edirsə, bu əlbəttə ki, qadağan edilmiş bir əməldir. Amma əgər məqsəd qeyd edilən kimi deyilsə və həmin şəxs Allahın əmrinə etiraz etmir, sadəcə olaraq baş vermiş müvəqqəti ayrılıqdan riqqətə gəlib ağlayırsa, bunda heç bir qəbahət və qadağa yoxdur. Məgər əziz İslam Peyğəmbəri uzun illərdən sonra öz anasının qəbrini ziyarət edərkən ağlamayıb və ətrafındakiləri ağlatmayıb, belə olan halda kimsə Peyğəmbərə irad tuta bilərmi ki, İslamda qəm, kədər və matəm yoxdur və ya bir neçə gündür bu qədər uzun müddətdən sonra nə üçün ağlayırsan? Muaviyə və Muaviyənin tərəfdarları Allahın dinini özününküləşdirmişdilər. İstəyirdilər ki, İslam dini Allahın istədiyi kimi yox, Muaviyənin istədiyi kimi həyata keçsin. Məhz məqsəd buydu. İmam Hüseyin Yezidə beyət məsələsində tamamilə mənfi mövqe tutmuşdu və beyətə heç cür razı deyildi. Çünki imamın Yezidə beyət etməsi, Yezidin qeyri-İslami yolla hakimiyyətə gəlməsi və aşkarcasına dediyi İslama zidd əməllərini təsdiqləmək deməkdir. Buna görə də imam ona beyət etməyə heç cür razı ola bilməzdi. Bu beyətdən boyun qaçırmaq o həzrətə dini nöqteyi nəzərdən də vacib idi. İmam Hüseynin qiyamında rol oynayan digər bir mühüm amil, yəni Kufə əhlinin o həzrəti dəvət etməsi də öz-özlüyündə imamın qarşısında ilahi vəzifə qoyurdu. Belə ki, Kufə əhli imama göndərdiyi çoxlu sayda məktubda o həzrətə dinin hökmlərini icra etmək və bidətləri aradan qaldırmaq üçün beyət etməyə hazır olduğunu bildirirdi. Dini nöqteyi nəzərdən həmin sayda insanın dəvətinə müsbət cavab vermək də öz-özlüyündə vacib idi. Bu dəvət həm də ona görə mühüm idi ki, əgər imam bir çoxlarının tövsiyələrinə qulaq asıb, həmin vaxt onları vəfasızlıqda günahlandıraraq Kufəyə getməsəydi, bugün hamı tərəfindən qınanılardı ki, əgər getsəydi iş tamamilə başqa cür ola bilərdi. Üçüncü əsas amil, bəlkə də onların ən mühümü isə imamın əmri bil məruf və nəhy-əz münkər etmək niyyətində olması idi. Əlbəttə, imam bu vəzifəsini bundan qabaq da yerinə yetirirdi, amma bu dəfə məsələ daha böyük əhatə dairəsində həyata keçirilməli idi. Yəni, imam cəmiyyətdə baş alıb gedən çirkinliklərə, bidətlərə və fəsadlara və İslam xilafəti adı altında İslama sağalmaz yaralar vurulmasına bir növ rəsmi şəkildə etirazını bildirmək, onlarla mübarizə apararaq ifşaçılıqla məşğul olmaq istəyirdi. Çünki Muaviyyənin hakimiyyətdə olduğu təqribən 20 ildə İslam çox təhrif və bidətlərə məruz qalmışdı və ən acınacaqlı hal bu idi ki, məsələn, həmin dövrün gənc nəsli İslamı Muaviyyə və onun hakimiyyətinin təqdim etdiyi şəkildə tanıyırdı. Bu isə Peyğəmbərin gətirdiyi İslam deyildi. Əmri bil məruf və nəhy-əz münkər İslam baxımından hər bir müsəlmanın boynunda namaz, oruc və xüms kimi vacib məsələlərdəndir. Əbəs yerə deyil ki, Qurani Kərim Ali İmran surəsinin 110-cu ayəsində buyurur: Siz insanlar üçün çıxarılmış ən yaxşı ümmətsiniz, yaxşı işlərə əmr edir, pis əməllərdən çəkindirirsiniz və Allaha imanınız var. Allah'ın salamı olsun İslam'ın əziz Peyğəmbəri Muhammed sallallahu aleyhi ve aleyhi ve selleme ve onun pak nəslinə. Allah'ın salamı olsun Şəhzadə İbrahim aleyhisselama, cəmi Peyğəmbərlərə, şəhidlərə, seyyid və seyyidələrə, mömin və möminələrə və siz əzizlərə. Bu müsibətli günlərimizdə
başda İmam Zaman əleyhissalam olmaqla bütün Əhl-i Beyt tərəfdarlarına və siz əzizlərə dərin hüzünlə başsağlığı verirəm. Xahiş edirəm, adlarını çəkdiyimiz bu müqəddəs və pak insanlara səlavat hədiyyə eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allahın ən böyük rəhməti, mərhəmətidir ki, bugün biz bir yerə cəm olub İmam Hüseyin əleyhissalama, Kərbala şəhidlərinə yas tutub matəm saxlayırıq. Hüseyin əleyhissalam bəşəriyyətin xilaskarı, Allahın yer üzərində höccəti, Əhl-i Beyt xanədanının ən parlaq ulduzu idi. Hələ balaca ikən İslamın əziz Peyğəmbəri Hüseyin əleyhissalamı qucağına alıb, öpüb əzizləyərdi. Əslində Peyğəmbərin Quran və Əhl-i Beyti əmanət adlandırmasının mənası müsəlmanların həmin iki əmanəti öpüb gözləri üstündə saxlamaları deyildi. Hərçənd ki, əgər Peyğəmbərin məqsədi bəzilərinin dediyi kimi bu olmuş olsaydı belə, onsuz da müsəlmanlar heç bunu da etmədilər. Peyğəmbərin onları tapşırmasının mənası müsəlmanların bərabər şəkildə həmin iki əmanətdən yapışaraq onlara sarılması və tabe olması idi. Peyğəmbərin fikrincə həmin iki əmanətə sarılaraq onlara tabe olmaq müsəlmanların yollarını azmamalarının təminatı idi. Müsəlmanlar isə elə ilk günlərdən Peyğəmbərin bu göstərişinə əməl etmədilər. Nəhayət təqribən hamının bildiyi hadisələrin baş verməsindən sonra Hicrətin 60-cı ilində Muaviyyə öldü və əvvəlcədən müəyyən etdiyi kimi onun yerinə Yezid xəlifə oldu. Elə həmin ilk günlərdən Yezid hər necə olur olsun İmam Hüseyndən beyət alınması göstərişini verdi. İmam isə bu işdən boyun qaçırdı.